Media qurumlarına baxıram və yoldaşlar da mənə göndərir ki, bəs bildirirlər ki, güya taksi ilə əlaqədar o yeni bəlli olan məlumatla əlaqədar bildirirlər ki, güya Azərbaycan Respublikası Nəqliyyat Agentliyi bildirilib ki, yəni bunun taksilərlə əlaqəsi yoxdur, əlxüsusilə Bakı şəhəri üzrə. Əgər bu formada fikir bildirirlər ki, əlaqəsi yoxdur. Amma mən sizə bildirirəm ki, bir məlumatı daha öncə dəqiqləşdirməsi üçün ilk öncə rəsmi qaynaqlara baxmaq lazımdır. Prezident.az saytına daxil olsanız, orada sənədlər bölməsi var. Sənədlər bölməsində sərəncamlar hissəsində keçid edilib. Görərsiniz orada 31 martda tapın orada. Görəcəksiniz həmin tarixdə nə sərəncam verilib. Və burada media qurumlarına da deyirəm ki, siz də daxil olub oxuya bilərsiniz. Orada bir məlumat göstərilib ki, avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375 nömrəli qanunun tətbiqi haqqında Azərbaycan Respublikasının prezidentinin sərəncamı 31 mart 2026-cı il saat 12:48. Nə bildirilir? Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375 nömrəli qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram. 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1.1. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununun 15.5-ci maddəsinə uyğun olaraq qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblərdə 3 ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin. 1.2. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375 nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin. Burada baxın, qeyri-müntəzəm sərnişin daşıması nədir? Qanunvericiliyə görə sərnişin daşımaları iki yerə bölünür. Var müntəzəm, bu müntəzəm avtobuslardır, müəyyən qrafik və marşrutlarla işləyənlər. Qeyri-müntəzəm isə bura məhz taksi fəaliyyəti, sifarişli daşımaları və turizm maşınları daxildir. Fikir verirsiniz, taksi də. Sərəncamın 1.1-ci bəndində məhz qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edən avtonəqliyyat vasitələrinə dair tələblər qeyd olunur. Yəni bu birbaşa taksi kimi fəaliyyət göstərən və ya sifarişlə sərnişin daşıyan avtomobillərə hədəf alır. 183 nömrəli qərar nəyə aiddir? Sənəddə Nazirlər Kabinetinin 27 mart 2024-cü tarixli 183 nömrəli qərarına istinad edilir. Bu qərarın rəsmi adı belədir. Müntəzəm və taksi minik avtomobillər sərnişin daşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tələbatına dair tələblər. Sərəncamda məhz bu qərar dəyişiklik edilməsi tapşırılır. Deməli, söhbət birbaşa taksi avtomobillərinin standartlarında, yəni rəngi, buraxılış, daxili təchizatı və sair gedir. Yəni burada ümumi belə deyək də, bu demək ki, köhnə standartlar, məsələn 2024-cü ildə qəbul olunanlar daha da təkmilləşdiriləcək və dəyişdiriləcək. Nəticə olaraq bu sənədə birbaşa belə deyim də taksi ilə də əlaqəsi var. Yəni bunu deyirlər, daxil olub prezident.az saytında bu barədə tam dəqiq məlumat yazılıb orada, taksi də həmçinin var məsələnin içində. Müəyyən dəyişiklik olacaq, bəlkə də təkmilləşdirəcəklər.